Salam Yəzər, mən Emin Abdullayev. Bu gün sizə data analitik kimi iş həyatına necə başladım və hansı mərhələlərdən keçdiyim haqqında məlumat vermək istəyirəm. İlk öncə sizə data analitikası nədir və data analitik nə iş görür, bu barədə məlumat vermək istərdim. Data analitikası nədir? Data analitikası məlumatların toplanması, təmizlənməsi, təhlili və bütün bunlar arasından çıxarılan nəticənin prosesidir. Bir sözlə, data analitikası müəyyən strategik analizlərdə bizneslərin qurulmasında istifadə olunur. Bəs data analitik nə iş görür? Data analitik həmin məlumatları toplayır, təmizləyir, müxtəlif qrafiklər və analizlərin nəticəsini göstərir, şirkətlərdə həmin məlumatlar vasitəsilə qərar qəbul etməsində iştirak edir və s. Gəlin sizə özüm haqqında məlumat verim. Mən bakalavr Azərbaycan Dövlət Universitet Universitetinin kompüter mühəndisliyi ixtisasında oxumuşam. Təhsil aldığım müddətdə müxtəlif proqramlaşdırma ilə tanış oldum. Bunlarda alqoritmlərdən istifadə etdim. Bundan əlavə olaraq müxtəlif sistemlərin işləmə prinsipi haqqında məlumat öyrəndim. Bu proqramlaşdırma dillərində ən çox sevdiyim Python dili oldu. Burada müxtəlif skriptlər yazaraq layihələrdə iştirak elədim. Bundan sonra magistr təhsilimi isə Azərbaycan Dövlət İqtisad Universitetində aldım. Bu zaman data analitika ixtisası ilə ilk tanışlığım oldu. İxtisasla tanış olduqdan sonra bu ixtisasa dərin marağım yarandı. Bundan sonra müəllimlərin səyi vasitəsilə müxtəlif yerlər öyrənmək nail oldum və müəyyən bir özümə xəritə çizdim. Belə ki, xəritəmdə ilk addımım Excel öyrənməkdən başladı. Bu zaman mənə 1 və 1 ay yarım vaxt bəs elədi. Bundan sonra SQL verilənlər bazasını öyrənməyə başladım. Bu da mənim təxminən 1 ay müddətində vaxtımı aldı. Daha sonra isə statistika və Python eyni anda öyrənməyə başladım. Bunun səbəbi isə Python əvvəlcədən bildiyim üçün mənə təkrarlamaq qalmışdı. Bu da təxminən bu ikisi mənim 1 ay yarım vaxtım. Sonra isə statistika və Python öyrənmək qalmışdı mənə. Bunları öyrənmək üçün mənim təxminən 1 ay yarım vaxtım aldı. Python'ı sadəcə mən təkrarlamışdım, çünki əvvəlcədən bildiyim var idi. Ən sonunda Power BI və Tableau haqqında öyrənməliydim. Çünki bunlar bütün statistik analizlərin digər şəxslər tərəfindən daha anlaşılması üçün istifadə olunan alətlər idi. Bu alətlərin əsas məqsədi qraflar şəklində, cədvəllər şəklində göstərmək idi. Və bunları da öyrənməyə mənim təxminən 1 ay vaxtımı aldı. Və ən sonunda bütün bu öyrəndiklərimi müxtəlif layihələrdə istifadə etmək mərhələsinə gəlib çatdıq. Bunun üçün Kaggle kimi veb saytlarda müxtəlif datasetləri götürərək onlar üzrə analizlər elədim. Öz istiqamətlərimi müəyyənləşdirdim. Başqa bir mərhələ isə seminarlara qatılmaq oldu. Bunun iki səbəbi var idi. Bir, bilmədiyim şeyləri öyrənmək, ikincisi isə əlaqələrimi genişləndirmək idi. Gəlin sizə əldə edə biləcəyi sertifikatlar haqqında məlumat verir. Bunlardan birincisi Google Data Analytics sertifikatdır. Bu ilk üçün çox əladır. Bundan əlavə olaraq Python və SQL üçün də müxtəlif sertifikatlar mövcuddur. Python institutunun verdiyi sertifikatlar tam əla və istifadə edilə biləndir. İndi isə sizə işğalın prosesində başınıza gələ biləcək hadisələrdən danışaq. Hər bir şirkətin tələbləri müxtəlif ola bilər. Bu səbəbdən öyrəndiklərinizlə qalmayın. Həmin şirkətdən tələblərini də öyrənməyə çalışın. Bilərinizi artırmağa çalışın. Komanda ilə işləmə bacarığı bunlardan biridir. İşə qəbul prosesində qarşılaşa biləcəyiniz ən çətin problemlərdən biri də reject problemidir. Bunun çətin olmasının səbəbi bunun psixoloji tərəfidir. Təbii ki, bu sizi dayandırmasın. Birinci reject, ikinci, üçüncü, 10-cu. Çünki sizin vaxtınız gələcək. Sadəcə öyrənməyə davam edin. Təbii ki, mən də bu reject yollarından keçdim. Bir il müddətində reject aldım. Lakin dayanmadım və yenidən öyrəndim və sonunda işə qəbul oldum. Sizə verə biləcəyim ən böyük məsləhətlərdən biri budur. Öyrənməyə davam edin, çünki dünya dayanmır.